Mədə-altı vəz xərçəngində adətən həmin nahiyədə ağrılar, iştahın azalması, çəki itkisi olur. Lakin bunlar artıq gecikmiş mərhələdir. İlk simptom sidikdə görülə bilər. Azertip AZ xəbər verir ki, onkoloq Andrey Vorobyev sidikdəki əlaməti açıqlayıb. Çox xəstələrdə erkən simptomlar saralma, sarılıqdır. Sarılıq dəridə və gözlərdə olur. Bəzən sarılıq sidikdə özünü göstərir. Sidiyin həddən artıq tünd olması, hətta qəhvəyi olması bilirubinin miqdarının artdığını göstərir. Bilirubin qaraciyər tərəfindən hasil olur. Öd yolları tutulduqda qanda çox toplanır. Sidik qəhvəyi olur, nəcis isə açıq krem rəngi alır, dəri qaşınır. Bu əlamətlər varsa qaraciyər və mədə-altı vəz yoxlanmalıdır. Videonu izlədiyiniz üçün təşəkkürlər. Bu tip videoların davamlı olması üçün videolarımızı bəyənməyi, paylaşmağı və eyni zamanda kanala abunə olaraq bildirişləri aktiv etməyi unutmayın. Sədaqət Kazımova, Azertip AZ. Sağlam gələcək, Azertiplə gələcək.